Verilişə hazırlaşarkən bir məqam diqqətimi çəkdi ki, 200 müstəqil dövlətdən 58-də poliqamiya qəbul olunub və maraqlı olan nədir? İslam ölkələridir bunlar. Niyə İslam ölkələri? Düzdür, burada din adamı olsaydı bəlkə də bir fərqli yanaşma sərgiləyərdi. Siz din adamı deyilsiniz, amma yanınıza gələn mən bilirəm ki, xanımlar var ki, həmin xanımlar belə deyək də dinlə bir əlaqəsi olan adamlardır, ola bilər qapalı xanımlardır, ola bilər ki, həyat yoldaşları xəyanət edir və bir məqamda var, bax ona aydınlıq gətirək, öncə sonra bax bu suala gələk, nədir? Xəyanət və poliqamiya, bunlar başqa-başqa anlayışlardırmı? Xəyanət başqadır, poliqamiya başqadırmı? Belə deyə bilərik, poliqamiya qanuniləşdirilmiş xəyanət sayılır. Sadəcə fərqi ondan ibarətdir ki, xəyanətdə tərəfdaşların bundan xəbəri olmur, poliqamiyada isə onların icazəsi ilə baş verir bu xəyanət.